Deyək ki, 10 il öncə səhnəyə sənət də demək istəmirəm. Çünki onların sənətləri də bir ciddi bir sənəti yox idi. Gələnlər, nə bilim, nəyi nəysə oxumağı deyim, nə bilim, ifa oxumaq mı deyim, nə bilim, biri mərsiyə fason, üzr istəyirəm, ifa eləyirdi, biri nə bilim, ağlaşma eləyirdi, biri bir başqa cür, sanki, yəni, o adamlar indi yoxdular. Bəlkə də haralardasa vardılar, amma o gördüyümüz və gözlədiyimiz zirvə fəth olunmadı. Nə çatmadı? Təxmini bildim kimlərdən gedir söhbət. Özlərinin geri addım atanları da oldu. Məsələn, deyək də... Uduzdular, çəkildilər. Yox, uduzmaqdan getmir söhbət. Məsələn, mənim istəyim bu telefonu əldə etməkdir. Mən bu telefonu artıq əldə edəndən sonra... Nə əldə elədilər ki? O imkanda deyildilər. O maddiyyatları yox idi. O pulları yox idi. O qanarara dəvət olunmurdular. Bəlli bir yerə gəlib çatdılar. Yəni, yetəcək bundan sonraki yaşamlarına o qazanc? Bilirsiniz, insan beyni, insan düşüncəsi fərqlidir. Məsələn, deyə bilərik ki, mənə pul çatmır. 100 minim var, 500 min istəyirəm. 500 minə çatdım, indi milyon istəyirəm. Doymursan. İnsan da var, doyur.